Gənc nəslin bədii təfəkkürünü oyatmağı və gələcəyin teatr xadimlərini üzə çıxarmağı qarşısına məqsəd qoyan Pillə 4 Respublika Tələbə Tamaşaları Festivalı ali təhsil müəssisələri arasında yaradıcılıq mühitinin formalaşdırılmasına xidmət etdi. Dövlət Akademik Musiqili Teatrında bağlanış mərasimi keçirilən festival çərçivəsində iştirakçılar öz bədii bacarıq və səhnə mədəniyyətlərini təqdim etmək imkanı qazandılar. İkinci dəfədir ki, bizim festivala təkcə Admiyonun tələbələri deyil, digər universitetlərin tələbələri də qoşulur. Və bu ilki festivalda həm Mədəniyyət və İncəsənət Universitetinin, həm də 12 digər bizim ölkənin universitetlərinin tələbələri qoşulub. Bunların içərisində aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr var ki, onlar öz müəllimləri ilə bir yerdə, yəni müəllimlərin hazırladığı, özlərinin ifa elədiyi tamaşalarla festivalımıza qatılmışdılar. Həmçinin bu il bir yenilik də var idi ki, ən yaxşı tələbə rejissor işi nominasiyası. Bu nominasiya üzrə sırf rejissura ixtisası üzrə təhsil alan tələbələr də tamaşalar təqdim edildilər. Festivalın qalibləri universitetin teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında ən yaxşı tamaşa, ən yaxşı kişi rolu, ən yaxşı qadın rolu, ən yaxşı ikinci plan kişi rolu, ən yaxşı ikinci plan qadın rolu, ən yaxşı tələbə rejissor işi və gənc ekspertlərin mükafatı nominasiyaları üzrə müəyyənləşdirildi. Qaliblərə diplom və müxtəlif mükafatlar təqdim olundu. Əslində müsabiqə elədi ki, hamı qalibdir burada. Heç bir fərd yoxdur, hamı qalibdir, hamı güclüdür və bu qədər güclünün içindən tək güclü çıxmaq doğrudan çox böyük hissdir, əsasən də mən və qrup yoldaşlarım üçün. Qeyd edək ki, festival Azərbaycan Mədəniyyəti 2040 konsepsiyasında müəyyən olunan gənc istedadların dəstəklənməsi, müasir mədəni mühitin formalaşdırılması və milli teatr mühitinin inkişafı kimi strateji hədəflərə də xidmət etdi. Arzu Yusif, Faris Şıxalizadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.